Dostlar salam, hər birinizi xoş gördük. Bugün sizlə bugünkü OTK imtahanının, yəni 1 fevral tarixində olan OTK imtahanının suallarına baxacağıq. 9-cu sinif imtahanı olub bugün. Görək imtahandakı sualların cavabları hansı formadadır. 56-cı sualdan başlayırıq. Burada şərtdə bizdən close meaning ifadəsi verilib. Yəni biz yaxın mənalı ifadə axtarırıq. Və verilən şərtdəki sözümüzdə provide sözüdür ki, provide təmin etmək, təchiz etmək mənasındadır. Və doğru cavab burada C variantındakı supply sözü olur. Supply-da təmin, təchiz etməkdir. Accept qəbul eləmək, ignore rədd eləmək, announce elan eləmək və concentrate isə fikrini cəmləmək mənasındadır və bu sözlər provide sözü ilə sinonim deyirlər. 57-ci sualda diqqət etməli olduğumuz məqam burada than bağlayıcısıdır ki, than bağlayıcısı sifətin müqayisə dərəcəsinin əlamətidir və variantda da müqayisə dərəcəsi, doğru müqayisə dərəcəsi iki variantda var. Həm C variantında, həm D variantında ki, better sözü good sözünün, worse sözü isə bad sözünün müqayisə dərəcəsidir. Bu halda biz artıq tərcüməyə diqqət etməli oluruq və tərcümədə isə to stay at home than to go out in such bad weather. Belə pis havada evdə qalmaq çölə çıxmaqdan daha yaxşıdır anlamında olacaq. Çünki hava pisdirsə evdə qalmaq daha yaxşı olmalıdır və doğru cavabımız burada C variantı olacaq 57-ci sualda. 58-ci suala baxırıq. Burada modal feil mövzusudur. İlk olaraq quruluşca xəta olan modal feilləri silsək, A variantında meydən sonra to işlənib, yanlışdır. D variantında isə tam tərsinə able-dan sonra bir to olmalıydı, amma yoxdur deyə bu variantda yanlışdır. Və əlimizdə 3 variant qalır, B, C və Y variantları. Diqqət edirsinizsə, burada 2 variant inkar, 1 variant təsdiq cavabdır və o fərqli cavab bizim üçün adətən məntiqli və tərcüməsi uyğun gələn cavab olur ki, tərcümə ilə də yoxlasaq, you should wear a warm jacket, sən isti bir paltar geyinməlisən, it's freezing outside, çöldə hava çox soyuqdur anlamındadır, freezing dondurucudur və doğru cavabımız məhz C variantı olur. 59-cu suala baxırıq. 59-cu sual əvəzlik mövzusunun sualıdır və burada şərtdə bizə verilən nümunədə bir they əvəzliyi var və they mübtəda kimi işləndiyinə görə qayıdış əvəzliyimiz də məhz ona uyğun şəkildə themselves variantı olacaq və doğru cavabımız D variantı olacaq. 60-cı sualla davam edirik. 60-cı sual zaman testidir və burada diqqət edirsinizsə bizim bir when bağlayıcımız var və bağlayıcının sağ tərəfində biz were, yəni keçmiş zamandan istifadə etmişik. Bu halda uzlaşma qaydasına əsasən digər tərəfdə də, yəni bu nöqtələrimizin olduğu tərəfə də biz keçmiş zaman yazmalıyıq və doğru cavabımız Y variantı olacaq ki, state yeganə keçmiş zaman cavabıdır burada. 61-ci suala baxırıq. Yenə bir sifət zərf mövzusu ilə bağlı sualımız var. She drove through the storm to keep everyone in the car safe. Burada she mübtəda, drove xəbərdir, feildir və feildən sonra biz bir zərf işlətməliyik. Ona görə zərf olmayan D variantını, daha sonra B variantını və C variantını ixtisar etməmiz lazımdır. Bu variantların üstündən xətt çəkək, çünki bunlar sifət olan variantlardır. Əlimizdə A və Y variantları qalır. A variantı isə much dangerously şəklində verilib və bu da yanlış variantdır. Çünki much sifətin və zərfin müqayisə dərəcəsi ilə işlənən bir əlamətdir. Yəni burada much və dangerously-nin arasında bir more nümunəsi olmalıydı. Ona görə A variantımız da yanlışdır və doğru cavab məhz Y variantı olur 61-ci sualda. 62-ci sualla davam edirik. Burada mövzu mübtəda xəbər uzlaşmasına aiddir. İlk nümunəmizdə gördüyünüz kimi of sözünüsü var və bu halda biz sözündən əvvəlki grains sözünə baxırıq ki, görürük cəmdədir və xəbər v o da cəmdədir və bir bizim düzgün cavabımızdır. 2-də a lot of weather changes can happen nümunəsi verilib. Burada a
a lot of weather changes bir söz birləşməsidir və changes cəmdədir. Can happen, yəni modal feillə işləndiyinə görə modal feildə şəxs kəmiyyət uzlaşması olmur. Yəni bütün şəxslər üzrə can eyni şəkildə işlənə bilir. Ona görə ikinci variant da bizim düzgün cavabımızdır. Üçüncü nümunədə yenə diqqət edirsinizsə of var. Ofdan əvvəl pieces cəmdədir. Xəbər helps isə təkdədir. Bildiyimiz qədər feilin sonunda SES olanda biz onu tək xəbər kimi qəbul edirik. Ona görə 3 yanlış variantdır. Dördüncü nümunədə many iron benches ifadəsi söz birləşməsidir və burada əsas sözümüz benches cəmdədir. Is isə təkdədir və bu da yanlış cavabdır. Və 5-ci cavab a clothing store, bu da söz birləşməsidir və burada əsas sözümüz store sözüdür. Xəbərimiz də is, o da tək xəbərdir, store da tək isim idi. Və 5-də həmçinin düzgün cavabımızdır. Cavab A variantı olur 62-ci sualda. 63-cü sualla davam edirik. Burada diqqət edirsinizsə only nümunəsi var ki, biz only-dan sonra a few və a little əvəzliklərini işlədə bilirdik. Variantda isə bu əvəzliklərdən sadəcə bir dənəsini görürük, yəni a few-nu görürük və cavab Y variantı olur. Həmçinin nöqtələrdən sonra cəm ismin gəlməyi də bizə a few olacağını açıq-aydın göstərirdi onsuz da. 64-cü suala baxırıq. Burada sayılmayan isimlərlə işlənmə qaydasını görürük. Birinci nümunə yanlışdır, çünki sayılmayan isimlərin qarşısında rəqəm işlənə bilməz. İkinci nümunə düzgün cavabdır. A spoon of salt, bir qaşıq duz. Daha sonra üçüncü nümunədə a pair of socks, bu da düzgün cavabdır, bir cüt corab. Dördüncü nümunədə several bars of chocolate, bar sözü məhz elə chocolate ilə işlənir, severaldan da sonra cəm isim gəlir. Həm məna olaraq, həm qrammatik olaraq düzgün cavabdır. Dördüncü nümunədə isə a few bar yox, a few bars olmalıydı, çünki a few-dan sonra cəm isimlər işlənir və doğru cavabımız burada 2, 3, 4, yəni Y variantı olur. 65-ci sualla davam edirik. 65-ci sual birbaşa leksik bir testdir. Yəni burada sözlərin mənasına, tərcüməsinə baxmamız lazımdır. Və mətnin, daha doğrusu şərhdəki cümləni oxusaq, I didn't want you with my comments, but I'm sorry if my words upset you. İkinci hissəyə baxsaq, deyir, lakin əgər mənim sözlərim səni üzdüsə, mən üzr istəyirəm. Və buna uyğun gələn cavab da burada 65-ci sualda dostlar məhz D variantıdır, offend sözüdür. Offend incitmək mənasındadır. I didn't want offend you with my comments, yəni sözlərimlə səni incitmək istəmədim. Lakin əgər sözlərim səni incitdisə, üzr istəyirəm. Compliment, yəni bizim dildə də istifadə olunan bir ifadədir. Compliment, yəni tərifləmək belə deyək, help kömək eləməkdir, support dəstəkləməkdir, value dəyərləndirməkdir. Diqqət edirsə bu sözlərin hər biri müsbət mənalı sözlərdir, amma offend, incitmək mənfi mənalı bir sözdür. 66-cı sualla davam edirik. Burada definition testi çıxır qarşımıza. Confuse çaşdırmaq, terrify qorxutmaq, please isə məmnun etmək, razı salmaq anlamındadır. Və A variantında to cause someone to feel happy and satisfied, kiminsə xoşbəxt və ya razı olmağına səbəb olmaq, bu məhz please sözüdür. Üçüncü nümunədə cavab A variantı olur. B variantında to make someone unsure or unclear, məhz unsure əmin olmamaq, unclear isə aydın olmayandır. Yəni kiminsə nədənsə əmin olmamasına və ya aydın olmamasına səbəb olmaq belə deyək. Buna da confuse sözü uyğun gəlir və bir B variantıdır. Və üçüncü to cause someone to feel extreme fear, kiminsə xüsusilə qorxmağına səbəb olmaq və bu da terrify sözüdür ki, bu da C variantı olur və ardıcıllıq B-C-A ardıcıllığındadır. Cavab 66-cı sualda A variantı olur. 67-ci sualla davam edirik. Burada article qaydasına əsaslansaq, birinci tərəfdə diqqət edirsinizsə, information sözü verilibdir və information sayılmayan isimdir. Sayılmayan ismin qarşısında EN artikelları işlənmir. Ona görə A variantını və B variantını silirik. İkinci tərəfə keçirik. İkinci tərəfdə isə message sözü işlənib və message sözü samit səslə başladığına görə C variantındakı N nümunəsində silirik. Çünki olsa M message olar, N message olmaz.
və əlimizdə D və Y variantları qalır, diqqət edirsinizsə. Biz burada həmişə qaydada belə bir nümunə izah edirik ki, əgər ismin davamında o ismi izah edən, o ismə əlavə kimi işlənən bir nümunə olarsa, yəni o ismi dəqiqləşdirən bir nümunə ifadə olarsa, bu halda isimdə Z article işlənir. Məsələn, burada I couldn't find information I needed. Ehtiyacım olan informasiya. Yəni bu artıq konkret informasiyadır, dəqiq informasiyadır və ona görə də onun qarşısına mütləq şəkildə məhz Z article işlənməlidir. İkinci tərəf sonsuz da dəqiq idi və doğru cavabımız Y variantı olur. 68-ci suala baxırıq. Choose the words opposite meaning. Bu dəfə əks mənalı sözlər axtarırıq. Və altından xətt çəkilən sözümüz discover sözüdür. Discover kəşf etmək, tapmaq mənasındadır. Və burada verilən birinci variantdakı found, tapmaq da öyle discover'ın sinonimidir. 5-dəki disclose da aşkara çıxarmaqda, o da discover'ın sinonimidir və look for-da isə axtarmaqdır. Doğru cavablarımız bizim burada 2 və 4 olacaq. Lost itirmək, hide isə gizlətmək mənasında olan nümunələrdir və bunlar discover sözünə əks mənalı sözlər kimi işlənəcəklər. Dostlar, 69-cu sualla davam edirik. Burada mən mətni tam şəkildə oxuyub sizin vaxtınızı almayacağım, birbaşa cavablara keçirəm. Amma cavabları mətnin içərisində sizə göstərəcəm. A variantında Jane started school last month qeyd olunub. Hansı ki, burada keçən aydı, amma mətndə bizə last week olaraq qeyd edilmişdi və bu yanlış cavabdır. B variantında Jane is nervous and wants to avoid new challenges. Burada avoid sözü yanlışdır. Çünki mətndə qeyd olunur ki, I am excited for the new challenges. Yəni, mən yeni bir növ qarşıma çıxacaq çətinliklərlə, yeniliklərlə bağlı həyəcanlıyam. Amma B variantında isə avoid onlardan qaçmaq kimi anlaşılır. C variantında Anna wants to know how Jane's school year is going. Bu da yanlış cavabdır. Çünki burada Anna və Jane sözlərinin, yəni adlarının yeri tərsinə düşübdür. Mətndə məktubu yazan Jane-dir və Jane Anna'nın ilinin necə keçdiyini bilmək istəyir. Amma C variantında isə Anna Jane-in ilinin necə keçdiyini bilmək istədiyini qeyd olunur. Yəni burada Anna və Jane adlarının yeri yanlış yazılıb. D variantı Jane hopes to improve her English and attend a drama club. Bəli, Jane öz ingilisini inkişaf etdirib, drama kluba qoşulmaq istəyir. Bu düzgün cavabdır. D variantı. Və Y variantında Anna's new teacher is kind and helpful to everyone. Yenə də Anna qeyd olunub, amma mətndə Jane-in müəllimi idi. Çünki məktubu yazan Jane idi və o öz müəllimini qeyd edirdi. Burada da Anna variantı yanlışdır və doğru cavabımız D variantı olur. 70-ci sualla davam edirik. Burada A variantında the school gave no apology for the inconvenience yazıb ki, məktəb narahatlığa görə heç bir üzr istəmir. Amma yəni bu yanlış variantdır ki, mətnin elə son cümləsində we are sorry hissəsini açıq şəkildə görürük və ona görə bax bu hissəni işarələyirəm. Bu yanlış variantdır, A variantı. Daha sonra B variantında books must be returned after Monday. Burada after Monday qeyd olunub, mətndə isə before Friday yazılıb. Yəni ümumiyyətlə yanlış cavabdır. C variantında daha sonra the library will stay open on Monday during cleaning. Burada will stay open on Monday yazıb, yəni yanlışdır, çünki mətndə bağlı olacağı qeyd olunur. C variantı da yanlışdır, B də yanlış idi. D variantında sondakı keep them longer hissəsi yanlışdır, çünki mətndə bizə belə bir məlumat ümumiyyətlə təqdim edilmir. D variantı da yanlışdır və doğru cavab Y variantıdır. Diqqət etsə Y variantındakı cümlə məhz elə mətnin birinci cümləsidir. Sadəcə bir-iki söz for əvəzinə do to yazılıb və qalan isə demək olar ki, eyni cür qalıbdır və doğru cavab məhz 70-ci sualda Y variantı olur. Və son kiçik mətnimiz 71-ci sualdır. Burada A variantında Sunny Language School offers small classes led by skills teacher. Məhz burada bu bizim elə düzgün cavabımızdır. Burada diqqət edirsinizsə baxın small classes
və davamında da hətta ondan əvvəl daha doğrusu experienced teachers hissəsi var və A variantı ilə düzgün cavabımızdır. B variantında you need to have a good level of English to attend the classes. Yəni sizin yaxşı ingilis dili leveliniz olmalıdır ki, dərslərdə iştirak edə biləsiniz, amma belə bir məlumat yoxdur mətndə. C variantında students are not allowed to talk to each other during lessons. Dərs ərzində tələbələrin bir-birilə danışmağına icazə yoxdur. Bu da yanlış variantdır. The school offers English lessons only for teenagers. Burada only for teenagers hissəsi bizim variantımızı yanlış eləyir. Çünki həm belə bir məlumat yoxdur ki, kimə aiddir, mətn ümumi mahiyyətli yazılıbdır. Və Y variantında da strict atmosphere yazılıb, amma mətndə isə friendly atmosphere variantı verilmişdir. Və D və Y variantlarda yanlış olur. 71-ci sualda doğru cavabımız məhz A variantıdır. 72-ci sualla davam edirik. Which statement is false verilib. Bu dəfə yanlış cavab axtaracağıq. Burada yanlış cavabımız A variantıdır. Scott is able to solve only a few kinds of calculations. Yəni yalnız bəzi az hesablamaları sürətli edə bilirdi, amma o bütün hesablamaları sürətli şəkildə edə bilirdi. Və 72-ci sualda elə yanlış variant məhz A variantı olacaq. 73-cü suala baxırıq. Burada in one of his books Scott Flansburgh. Bu hissənin mən sizə cavabını məhz mətndə də göstərəcəm. Baxın, mətnin aşağı hissəsində burada diqqət edirsinizsə, he teaches simple tricks to help people do math in their heads. Belə bir fikir verilibdir. Bunu biz cavabların içərisində baxsaq, 73-cü sualda bunun cavabı məhz burada A variantındadır ki, teaches easy tricks to help people do math in their heads olacaq və 73-cü sualın cavabı məhz A variantı olur. Və son sualımız bu səhifədə 74-cü sualdır ki, what does Scott Flansburgh believe about learning math? Yəni o riyaziyyatın öyrənilməsi ilə bağlı nəyə inanırdı? Bunu da mən sizə mətndə göstərəcəm. Baxın, mətndə he believed that everyone can be good at math with the right method. Yəni düzgün metodla riyaziyyatda uğurlu, bacarıqlı ola bilər və buna da uyğun gələn cümlə məhz burada gördüyünüz kimi D variantında verilən hissədir. Doğru cavabımız D variantı olur 74-cü sualda. Həmin cümlədir, həmin fikirdir. Sadəcə bəzi sözlər sinonimləri ilə əvəz edilibdir. 74-cü sual D variantı olacaq. Yetmiş 5-ci suala baxırıq. Bu mətnin adlandırılmasıdır ki, mətn əsasən nə haqqındadır? Burada doğru cavab məhz elə A variantı olacaq ki, Scott's math skills and how he uses them to teach others. Yəni Scott'un riyaziyyat bacarıqları və onu başqalarına öyrətməyi, necə öyrətməyi. Və 76-cı suala baxırıq. Burada bizdən true, yəni düzgün fikirləri istəyir. İşarə eləyək bunu. Və birinci cümlədə Flansburgh was given the title fastest human calculator because he impressed his teachers. Bu yanlışdır, çünki müəllimlərinə görə verilməyib bu mükafat ona. Yəni burada his teachers hissəsi yanlışdır. 2. Düzgün cavabdır ki, Flansburgh is a powerful example that learning doesn't have to be boring. Yəni öyrənmənin sıxıcı olmamağının güclü bir nümunəsidir Flansburgh. Bəli, mətndə də məhz əyləncəli bir şəkildə dərs öyrətməsindən danışılırdı. 2 düzgün cavabdır. Daha sonra 3-cü nümunədə Flansburgh explains complicated math theories used in universities. Burada da university hissəsi yanlışdır. Mətndə belə bir məlumatımız yoxdur. Və 4. Flansburgh is skilled at solving 4 basic operations with speed and accuracy. Bu da düzgün cavabdır ki, 4 təməl əməliyyatı, yəni burada toplama, çıxma, vurma, bölmədən gedir söhbət, sürətli və dəqiq şəkildə edirdi. Məhz 2-4 76-cı sualımızın doğru cavabıdır. Dostlar, 77-ci sualla dinləmə sualları ilə davam edirik. Burada ilk sualımız
The passage is mainly about, yəni mətn nə haqqındadır. Burada doğru cavabımız B variantıdır. The characteristic and ecological significance of poison arrow frogs. Yəni zəhərli qurbağaların xarakteristikaları, yəni xüsusiyyətləri və ekoloji əhəmiyyəti. Məhz cavabımız B variantı olacaq burada. Daha sonra 78-ci suala baxırıq. Burada bir sual verilib. How do poison arrow frogs get their poison? Onlar öz zəhərlərini necə əldə edirlər? Yəni ki, bu cümlə mətndə elə birə-bir verilən cümlə idi ki, doğru cavab burada D variantıdır. They get their poison from the insects they eat. Yəni yedikləri həşəratlardan alırlar zəhərlərini. 79-cu sual. Dendrobates have bright colors like blue, yellow or black and white. Bu rənglər nə işə yarayırdı? Doğru cavab burada D variantı olacaq. To warn other animals that they are dangerous. Hətta orada I am dangerous şəklində bir xəbərdarlıq edir ki, yəni mən təhlükəliyəm xəbərdarlığı verir digər heyvanlara. Doğru cavab D variantı olur. Və son dinləmə sualı 80-ci sualdır. Burada ilk nümunədə frogs are not affected by the destruction of rainforest, yəni meşələrin dağılmasından onlar təsirlənmirlər. Amma əlbəttə ki, bu yanlışdır. İstənilən heyvanlar bundan təsirlənirlər və buradakı not hissəciyi variantı yanlış edir. 1 false olacaq. Daha sonra 2 some scientists study the poison of this form to help create new medicines. Bu düzgün cavabdır ki, mətndə də bundan bağlı bir nümunə fikirməs verilmişdir. Bu true olacaq. 3-də these frogs play a role in keeping the balance of nature. Bu düzgün cavabdır. Düzgün cümlədir bu da. Bəli, təbiət balansının qorunmasında vacib rol oynayırlar. Və 4-cü poison arrow frogs are safe to touch because their skin is not poisonous. Onları tutmaq təhlükəsizdir. Dəriləri təhlükələyən zəhərli deyil. Bu da məhz yanlış variantımızdır. Doğru cavab false, true, true, false şəklində ardıcıllıqda olacaq. Və dostlar, sonuncu 81-ci sual esse sualıdır. Burada sizdən minimum 35 sözdən ibarət bir hekayə yazmağınız tələb olunur. Və buna görə də mən sizin üçün bir nümunə hazırlamışam. Düzdür, burada fikirlər müxtəlifdir. Burada hər kəs fərqli fikirlər yaza bilər. Hər kəsin fikirləri də doğru ola bilər. İstəsəniz o nümunələri də rəy bölməsində qeyd eləsəniz, doğru və ya yanlış olması ilə bağlı sizə bir fikir bildirə bilərəm. Mən də kiçik bir nümunə əlavə edirəm bura ki, irəli imtahanlarda bu da sizin üçün bir kömək olsun. Hər birinizə uğurlar arzulayıram.